Salam əziz altıncılar, sizə Oda İstayiş Edənlər mövzusunun ikinci hissəsini, yəni Əhəməni dövlətini izah edəcəm. Ümid edirəm ki, birincisi isə sizin üçün çox asan olub, dərsi mənimsəmisiniz. İndi ikinci hissənin izahını dinləyin. Əhəmənilər dövləti. Eramızdan əvvəl 550-ci ildə 2. Kir babasının dövlətinə, Midiya dövlətinə son qoyur və öz dövlətini yaradır. Əhəməni dövləti Fars dövləti idi. Farslar Midiya mədəniyyətinin bir çox cəhətlərini, eləcə də dövlət quruluşu, idarə etmə sistemini mənimsədilər. Bir neçə il ərzində 2. Kir Midiya dövlətinin tərkibinə daxil olan ölkələri də özünə tabe etdi. Tezliklə Əhəməni ordusu Kiçik Asiyada güclü dövlət sayılan Lidiyanı, eramızdan əvvəl 539-cu ildə isə Babil şahlığını, Kiçik Asiyada yerləşən Yunan şəhərlərini işğal etdi. Onun dövründə Əhəməni dövləti qüdrətli dövlətə çevrildi. Ön Asiyanın müxtəlif ictimai-iqtisadi inkişaf səviyyəsində olan ölkələri və xalqları bir dövlət tərkibində birləşdirildi. Əhəməni dövlətinin sərhədləri şərqdə Hindistana, qərbdə isə Aralıq və Egey dəniz sahillərinə çatırdı. Baxın, bir də deyirəm, Hindistana, şərqdə Hindistana, qərbdə isə Aralıq dənizi sahillərinə qədər çatırdı. Hər şeyi uşaqlar dərk eləyərək öyrənin. Burada Aralıq dənizinin ərazisini sizə göstərim. Aralıq dənizi, bu isə Egey dənizidir. 2. Kir Massaget tayfaları üzərinə eramızdan əvvəl 530-cu ildə yürüş etdi. Bu yürüş 2. Kir üçün faciəli nəticələndi. Massaget tayfalarının başçısı Tomris 2. Kiri öldürdü. 2. Kir həlak olduqdan sonra oğlu 2. Kambiz Əhəmənilərin taxt tacına sahib oldu. 2. Kambiz ölkədə baş verən çıxışları yatırtdıqdan sonra Misir yürüşünə çıxdı. Misirlilərin güclü müqavimətinə baxmayaraq, Əhəmənilər Misiri işğal etdilər. Tez biz fikirləşirik, axı biz bu məlumatı hardasa görmüşdük. Eramızdan əvvəl 525-ci ildə Misir 2. Kambiz tərəfindən işğal olunmuşdu. Gəlin belə eləyək. Əvvəlki mövzulardan baxın, 525-ci ildə baş vermiş döyüşün adını da siz tapın. Rəylərdə yazsa sevinərəm. Əhəməni şahı 1. Daranın hakimiyyətinin ilk illərində bütün ölkə ərazisini üsyanlar bürüdü. 1. Dara böyük çətinliklə üsyanları yatırtdı. Tezliklə işğallara başlayan 1. Dara Hindistanın şimal-qərb hissəsini, Frakiyanı, Makedoniyanı özünə tabe etdi. Əhəməni dövlətində daxil olan ölkələri vahid mərkəzin hakimiyyəti altında saxlamaq üçün 1. Dara islahatlara başladı. İlk növbədə əyalətlərin idarə etmə sistemi yenidən təşkil olundu. O, dövləti satraplıq adlanan inzibati vergi dairələrinə böldü. Dövlət 20 satraplığa bölünmüşdü. Belə inzibati dairələrin başında satrap dururdu. Satraplar şahın daimi nəzarəti altında idilər. Bu nəzarəti gizli xəfiyyələr həyata keçirirdi. Onlara şahın qulaq və gözləri deyirdilər. Fars dilinin tətbiqi genişlənirdi. İmperiyanın müxtəlif əyalətləri ilə əlaqəni asanlaşdırmaq üçün 1. Dara yol tikintisinə diqqəti artırmışdı. Yolun hər 20 kilometrliyində şah dayanacaqları tikilmişdi. Burada yaşayan süvarilər şahın əmr və göstərişlərini sürətlə ölkənin hər yerinə yayırdılar. 1. Dara bütün imperiya üçün vahid pul sistemi yaratdı. Hətta onun dövründə zərb olunan baxın, qızıl pula, darik deyirdilər ona. Onun adı ilə darik adlandırılan sikkələr buraxıldı. Sikkələrin üzərində şahın təsviri də verilmişdi. Bu da onun qayaüstü təsviridir. Kitabınızda Əhəməni ordusunun döyüş zamanı şəkilləri var, döyüş arabaları və s. 1. Daranın dövründə Əhəməni Yunan müharibəsi başladı.
Yunan-İran müharibələri də deyirlər buna, Əhəməni-Yunan müharibələri də deyirlər. Uzun sürən müharibə Əhəməni dövləti üçün uğursuz bitdi. Birinci Daradan sonra hakimiyyətə gələn Əhəməni şahları onun qədər bacarıqlı olmadılar. Eramızdan əvvəl 4-cü yüzilin ikinci yarısında Əhəməni imperiyası tənəzzülə uğradı. Tənəzzül nədir? Süquta gedən yol, zəifləmə. Makedoniya hökmdarı İskəndərin hücumu imperiyanın süqutunu daha da sürətləndirdi. Makedoniyalı İskəndərlə sonuncu Əhəməni şahı 3-cü Daranın orduları arasında eramızdan əvvəl 331-ci ildə Qavqamela çölündə həlledici döyüş baş verdi. Döyüşdən bir gün əvvəl İskəndərin sərkərdəsi düşmən qoşununun saysız hesabsız olduğunu görür. O, düşmənə gecəykən qəflətən hücum etməyi təklif edir. İskəndər isə qələbəni uğurluqla qazanmaq istəmirəm, deyə cavab verir. Əhəməni ordusunun məğlubiyyəti ilə bitən döyüşdən sonra ölkənin paytaxtı Persopol ələ keçirilir. Beləliklə eramızdan əvvəl 330-cu ildə Əhəməni dövləti süqut edir. Bu hissəyə baxın uşaqlar diqqətlə. Demək, Əhəməni dövləti neçənci illərdə mövcud oldu? Eramızdan əvvəl 550, eramızdan əvvəl 330-cu illərdə. Bu dövləti kim yaratdı? İkinci Kir. Amma ikinci Kir kimlərlə döyüşdə öldürüldü? Massaget tayfaları. İkinci Kambiz, Əhəməni hökmdarı haranı işğal etmişdi? Misiri. Neçənci ildə? Eramızdan əvvəl 525-ci ildə. Birinci Daranı necə yadda saxladıq? Çoxlu islahatlar keçirmişdi. Darik adlanan pullar zərb etdirmişdi. Üstəlik birinci Daranın dövründə kimlərlə uğursuz müharibə aparıldı? Yunanlarla. Birinci Daradan sonra dövlət zəiflədi. Son Əhəməni hökmdarı kim idi? Üçüncü Dara. Üçüncü Daranı Qavqamela döyüşündə kim məğlub etmişdi? Makedoniyalı İskəndər. Nə vaxt süqut etdi dövlət? Eramızdan əvvəl 330. İlk hökmdar 2-ci Kir, son hökmdar isə 3-cü Dara oldu. Midiya və Əhəməni dövlətlərinin mədəniyyətinə də elə bu videoda baxaq. Midiya hökmdarı Astiaqın dövründən etibarən Zərdüştü ön Asiyada əsas dinlərdən birinə çevrilmişdi. Eramızdan əvvəl 7-ci yüzillikdə meydana gəlmiş bu dinin müqəddəs kitabı Avestadır. Əgər Zərdüştlüyün yaranma əsrini unutsaz, İslam eramızın 7-ci əsrində yaranıb. Zərdüştlük isə eramızdan əvvəl 7-ci əsrdə. Zərdüşt təlimi xeyirxahlığı, səxavəti, doğruluğu təbliğ edir. İnsanları zülm və qanunsuzluqdan çəkinməyə çağırır. Zərdüştlükdə baş ilahi qüvvə Hörmüzdür. Hörmüzd xeyri təmsil edir. Zərdüşt dinində insanlar odu müqəddəs sayırdılar və onun nuruna sitayiş edirdilər. Bu din sonradan Əhəmənilərin də dininə çevrilmişdi. Zərdüştlükdə od müqəddəs sayıldığına görə dərsin adını belə qoymuşdular. Oda sitayiş edənlər. Avestadan bir hissəni gəlin oxuyaq, sonra müzakirə edək. Baxaq, yəqin ki oxudunuz artıq. Zərdüştün harada yaxşıdır sualına Hörmüzdün cavabı. Həqiqətən, oradakı ey Spitama, yəni Tanrıya müraciət edir də burada. Ey Spitama Zərdüşt, nə zaman ki dindar əlində odun, ağac budaqları, süd, dinə inan barədə müqəddəs söz deyə müraciət edərək hərəkət edir. Orada yaxşıdır ki, mömin ev tikmişdi. Onu odla, südlə, arvad uşaqla, ev heyvanları sürüsü ilə təmin etmişdi. Orada yaxşıdır ki, nə zaman ki xeyli əkirlər, taxıl, ot, barlı bitkilər becərirlər, susuz yerə su çəkirlər, bataqlığı qurudurlar, çoxlu buynuzlu xırda və iri heyvan saxlayırlar. Yəni burada baxın deyir ki,
İnsanlar əksə, becərsə, yaxşılıq eləsə, nə bilim ailələrinə baxsa, onlar yaxşı insan olarlar. Orada həyat gözəl olar. Burada hikmətamiz sözlərini deyir. Persopol Əhəmənilərin sarayı idi həm də. Əhəmənilər dövrünün memarlığı qədim İran mədəniyyətinin nailiyyətlərindən biridir. Burada Pasarqad, Persopol, Sus şəhərlərindəki saray kompleksləri, Bisutin qayaüstü relyefləri və müasir Nəqş-i Rüstəmdəki Əhəməni hökmdarlarının türbə tipli abidələri Əhəməni memarlığının əzəmətli abidələridir. Yəni bunlar hələ də qalır. Pasarqad şəhəri geniş bir düzənlikdə, dəniz səviyyəsindən xeyli yüksəklikdə yerləşirdi. Fars maddi mədəniyyətinin ən qədim abidəsi olan şəhərin binaları hündür bir meydançada ucaldılmışdır. Binalar tək daş relyeflərlə deyil, həm də bizə gəlib çatan rəngli plitələrlə, rəsm əsərləri, taxta oymalar və fil sümükləri ilə bəzədilirdi. Çox maraqlıdır. Hökmdar sarayları parklar və bağlar arasında yerləşirdi. Gözəlliyi ilə diqqət çəkən Pasarqadın bəlkə də ən diqqət çəkən abidəsi bu günə qədər gəlib bizə çatmış 2-ci Kirin dəfn olunduğu məqbərədir. Mütləq bunları internetdə özünüz də araşdırın. Sənətkarlıq. Farslar bədii sənətkarlığa üstünlük verirdilər. Abidələr üzərində ev və vəhşi heyvanların realist təsvirləri çəkilirdi. Baxın, realist təsvirləri. Əhəmənilər dövlətində yüksək keyfiyyətə malik şüşədən və saxsıdan ibarət kasalar, vazalar, müxtəlif yemək qabları hazırlanırdı. Belə qablar hətta Yunanistanda da yüksək qiymətləndirilirdi. Yazı. Böyük bir dövləti idarə edən Əhəmənilər inkişaf etmiş bir yazı sisteminə ehtiyac duyurdular. Qədim şərqin mədəni nailiyyətlərindən sahiblənən farslar Mesopotamiyada yaradılmış mixi yazını mənimsədilər. Farsların istifadə etdikləri işarələrin görünüşü Babillərin mixi yazı işarələrinə bənzəyirdi. Lakin səsləri təyin etmək prinsipi tamamilə fərqli idi. Hər bir söz və ya hər bir heca xüsusi bir işarə ilə təyin olunurdu. Bu işarələrlə hökmdar fərmanları, qanunları yazıya alınırdı. Ümumiyyətlə uşaqlar, yazı bir xalqın inkişafından xəbər verir, mədəniyyətindən xəbər verir. Bunlardan ən məşhuru Bisutin qaya kitabəsidir. Baxın, yazıları mixi yazısına oxşuyur həqiqətən. Astronomiya. Əhəmənilər ay təqvimi də yaratmışdılar. Onlar ili 354 günə və 12 aya bölmüşdülər. Qədim Fars təqviminə görə il Günəş ilindən 11 gün qısa idi. Hər 3 ildən bir ay və Günəş təqvimi arasındakı fərq 33 günə çatırdı. Bu fərqi aradan qaldırmaq üçün isə 13-cü ay əlavə edilirdi Əhəmənilərdə. Ay adları kənd təsərrüfatı işlərinə uyğun seçilirdi. Uşaqlar, ümid edirəm ki, dərsi tam mənimsədiniz. Sualınız varsa, rəylərdə yazıb soruşa bilərsiniz.